Yol nişanlarını düzgün hərəkətlə öyrənək. Bu rubrikamızda sizə 4 nişanın 1.29 tunel, 1.30 digər təhlükələr, 1.32 qəza və 1.33 tıxac yaranmış sahəyə yaxınlaşma barədə xəbərdarlıq nişanlarının mənasını izah edəcəyik. Yol nişanlarını öyrədən rubrikanı Azparking təqdim edir. 1.29 tunel nişanı daxilində süni işıqlandırılma olmayan tunelə, yeraltı yol ötürücüsünə, habelə ətrafın relyefi səbəbindən giriş yeri 150 metrdən az məsafədən görünən, istənilən tunelə yaxınlaşma barədə xəbərdarlıq edir. Tunelin girişindən onun çıxışı görünmədikdə 1.29 nişanı tunelin uzunluğunu ifadə edən 7.2.1 lövhəciyi ilə birlikdə tətbiq olunur. 1.30 digər təhlükələr nişanı başqa xəbərdarlıq nişanları ilə nəzərdə tutulmayan təhlükənin olduğu yol sahəsinə yaxınlaşma barədə xəbərdarlıq edir. 1.32 qəza nişanı müxtəlif xarakterli yol nəqliyyat hadisələrinin baş verdiyi yol sahəsinə yaxınlaşma barədə xəbərdarlıq edir. Mənasından göründüyü kimi bu nişan müvəqqəti quraşdırıla bilər. 1.33 tıxac yaranmış sahəyə yaxınlaşma barədə xəbərdarlıq nişanı yolda tıxacın olmasını bildirir. Mahiyyətindən göründüyü kimi bu nişanda yalnız müvəqqəti xarakterli ola bilər. Təcrübədə bu nişana rast gəlinmir. 1.29, 1.30, 1.32 və 1.33 nişanları yaşayış məntəqələrində təhlükəli sahəyə 50-100 metr, yaşayış məntəqələrindən kənarda isə 150-300 metr məsafədə qoyulur. Yol nişanlarını öyrədən rubrikanı Azparking təqdim etdi. Azparking rahatlığın yollara tətbiqidir. Xəbəriniz olsun ki, Bakı şəhəri üzrə fəaliyyət göstərən 20-dən artıq ödənişli avtodayanacaqda Azparkinglə ödəniş imkanı mövcuddur. Artıq o ödəniş terminallarını və s. axtarmağa ehtiyacı olmur. Burada xüsusi parklanma ərazilərində park etdikdə ödənişi mobil tətbiq vasitəsilə saniyələr içərisində həyata keçirə bilirsiniz. Avtodayanacaqların tam siyasi ilə tanış olmaq üçün smartfonunuzda Azparking tətbiqinin digər bölməsinə daxil olun, parklanmanız rahat, yolunuzsa açıq olsun.